Aha, dedik ki mövzumuz oldu mitoz bölünmə. Mitoz sözünün mənası deməkdir. Mitoz bölünmə deməli gedir bütün canlı hüceyrələrdə, ən çox da somatik, yəni bədən hüceyrələrində gedir. Hüceyrənin sayının artmasına, inkişafına səbəb olur. Məsələn, mitoz bölünmədə deyirəm ki, bir hüceyrədən sonda 2 dənə hüceyrə yaranır. Mitoz bölünmənin özünün 4 dənə fazası var idi. Bu fazalar yəqin xatırlayırsınız. Profaza, faza idi, anafaza, bir də telefaza mərhələlərindən ibarətdir. Demək, ilk öncə biz başlayaq profaza mərhələsindən. Profaza mərhələsində demək ilk dəfə olaraq nə baş verirdi? Profazada ən uzun faza idi. Yadınızda qalsın ki, profaza demək ən uzun fazadır, ən uzun. Ən uzun faza olmağından əlavə burada nə baş verirdi? Xromosomlar spirallaşırdı. İki mikroskopunda görünməyə başlayırdı. Sentriollar əmələ gəlirdi. Yəni qütblərə çəkilərək, sentriollar daha doğrusu qütblərə çəkilərək bölünmə vətərlərini əmələ gətirirdilər. İndi profaza mərhələsində tutalım bu lap başlanğıc hüceyrədir bu. Aha, lap başlanğıcda olan hüceyrədir. Dedik ki, burada normalda nüvəsi var, içərisində nüvəciyi var, xromosomları da görünmür. Aha, bu ki keçdi profaza mərhələsinə. Profaza mərhələsinə keçən anda, demək bu hüceyrənin qılafı qaldı yerində. Baxın, nüvəsi çəkməyəcəm, nüvəsi itdi. Nüvə qılafı itdi. Demək, xromosomlar başladı görünməyə. Xromosomlar spirallaşdı, elektron mikroskopunda görünməyə başladılar və sentriollar bölünmə vətərlərini əmələ gətirməyə başladılar. Deməli, bölünmə vətərlərinin əmələ gəlməyə başlamağı, yəni yaranması başladı birinci profaza mərhələsində. Və profaza mərhələsində xromosom və xromatid sayı 2n4c-dir. Niyə 2n4c-dir? Çünki bundan əvvəlki dərsimizdə izah eləmişdim ki, interfaza baş verirdi bütün bölünmələrdən əvvəl. İnterfazanın da özünün 3 mərhələsi var idi. Presintetik, sintetik, postsintetik. Sintetik mərhələdən başlayaraq DNT ikiləşirdi. DNT ikiləşdiyinə görə də xromatid də ikiləşirdi. Ona görə də mitoz bölünməyə başlayanda artıq hüceyrədə xromosom olduğu kimi qalırdı, amma xromatidin sayı 2 dəfə artırdı. Yəni olurdu 2 xromosom, 4C də demək olurdu xromatidlərin sayı. Burada keçirik demək ikinci fazamız olan metafazaya. Metafaza mərhələsində nə baş verəcək? Deməli, metafaza mərhələsində gördüyümüz bu xromosomlar düz hüceyrənin orta hissəsində lövhə əmələ gətirəcəklər. Ekvatorial lövhə deyirlər buna və yaxud da metafaza lövhəsi də deyirlər. Buradan bölünmə vətərləri, demək bundan əvvəl demişdik ki, bölünmə vətərləri əmələ gəlməyə başlamışdı. Artıq burada bölünmə vətərləri əmələ gəlib bitib. Və hər bir xromosoma müxtəlif qütblərdən, yəni aşağıdakı və yuxarıdakı qütblərin hərəsindən bir dənə bölünmə vətəri birləşir. Bu oldu mənim metafazam. Deməli, metafazada görürsünüz, xromosomlar tən ortada yerləşdi. Tən ortada yerləşdiyinə görə burada xromosomların sayını tapmaq olurdu. Yəni, işıq mikroskopunda saymaq olurdu ki, məsələn, bu baxdığımız canlıda neçə dənə xromosom var. Bu oldu bizim metafaza mərhələmiz. Metafazadan sonra isə gəlirdi anafaza. Anafaza mərhələsində nə baş verirdi? Anafaza mərhələsində, bax görürsünüz burada, hər bir dənə xromosoma, baxın buradan, bir dənə xromosoma həm yuxarıdan, həm də aşağıdan bölünmə vətəri birləşibdi. İndi anafaza mərhələsində isə bu xromosomlar, o ki, yuxarıdan, aşağıdan bölünmə vətərləri birləşmişdi xromosomlara. Bax, bunların hər birini, buradakı bu xromosomları elə ki, 2 yerə ayırdılar. Baxın, burada X kimi çəkməmişdim. Bunun bir tərəfi bir xromatiddir, orası. Bu hissə də bir xromatiddir. Bunların hərəsi bir tərəfdən bu xromatidləri çəkir qütblərə. Baxın, burada, birini çəkmişdim. Bu da olsun o birisilər. Gördünüz, elə bir ki, o xromosomlar ayrıldılar 2 yerə. Xromosomun bir hissəsi getdi aşağıya, bir hissəsi də çəkildi yuxarıya. Bax, bu anafaza mərhələsindədir. İndi anafaza mərhələsində, metafazada qeyd eləmədim, orada da qeyd edeyim. Metafaza mərhələsində müəllimə, xromosomla xromatidin sayı dəyişmədi. Görürsünüz, bax, 4 dənə xromosom var, 4 dənə də xromatid var. Ona görə də yenə də yazıram. Bu 2n4c bizim normalda, yəni istifadə elədiyimiz üsuldur. Ona görə belə yazıram. Yəni, bir dənə deyərsiniz ki, bəs burada xromosom 4-dür. Niyə xromosomu 4 yazmırsınız? Bu bizim ümumi düsturumuzdur. Ona görə belə yazıram. 2n4c. Eynən burada necə idisə, bax, xromosom 4 dənə idi.
yerində qalıbdı, görürsüz. Burada da xromosom 4 dənədir, 2-in 4C ilə göstərmişəm. Amma 3-cü mərhələyə keçəndə, yəni anafaza mərhələsində isə xromosom və xromatid sayı dəyişiləcək. Yəni xromatid yerində qalacaq, düzdür, amma xromosom sayı dəyişiləcək. Necə? Burada biraz bundan qabaqçında bax görürsüz, xromosomlar var idi, 1 dənə. 2 dənə xromatidi var idi. 1, 2. Amma anafaz mərhələsində bu xromosomların xromatidləri ayrıldı və hər biri sərbəst xromosom sayıldı. Ona görə də anafaza mərhələsində xromosom sayı artaraq xromatidlər eyni sayda oldu. Yəni 4N və 4C olacaq. Sonra gəlir ən sonda dediyimiz anafazdan sonra gəlir telofaza mərhələsi. Telofaza mərhələsində bəs nə olacaq? Telofaza mərhələsində burada necə ki, baxın, anafazanın üzərində göstərim. Anafazada xromatidlər qütblərə çəkilirdi. Artıq telefazada başlayacaq bu belə 8 formasında, ortadan bölünməyə. Bu olacaq telefaza. Telefaza mərhələsində artıq bu bölünməyə başlamışdı deyə 2 dənə hüceyrə yaranacaq. Və yaranan hər bir hüceyrədə yenidən burada yaranacaq nüvənin qılafı, bax ikisində də yazıram, nüvə qılafı, nüvəcik və xromosomlar itdi, görünməyəcək. Tabi birincidə bax profaza mərhələsində xromosomlar spirallaşmışdı, görünürdü. Amma telofaza mərhələsində isə xromosomlar spirala açıldı, nüvə qılafı yarandı, nüvəcik yarandı və ən sonda da bir hüceyrədən 2 dənə qız hüceyrə yaranmış oldu. Bunlarda isə xromatid və xromosom sayı 2N, 2C olur. Hər birində ayrı-ayrılıqda 2N, 2C olur. Demək, burada müəllimə nə deyəcək? Deyəcək ki, bir-birinin əksinə olan profaza və telofaza mərhələləridir. Niyə bir-birinin əksinə idi? Profazada dedim ki, nüvə qılafı itdi, nüvəcik itdi, xromosomlar işıq mikroskopunda görünməyə başladı. Amma telofazada dedim ki, nüvə qılafı yarandı, nüvəcik yarandı, xromosomlar spirala açılaraq görünməz oldular. Ona görə bu iki mərhələ bir-birinin əksinə olan mərhələlərdir. Bir də bu bölünmə mərhələsi bitkilərdə və heyvanlarda fərqli olurdu. Birinci onu deyək ki, hələ bax burada sitoplazmanın belə ortadan bölünməsinə deyirlər sitogenez. Yəni qısa şəkildə sitokinez adlanır. Hardasa görsəz bilin ki, o sitoplazmanın bölünməsi idi. Bitki və heyvan hüceyrəsində də bölünmə fərqlənirdi. Heyvan hüceyrəsində əsasən anafazadan başlayırdı bölünməyə. Bitki hüceyrəsində isə birbaşa telefazada bölünürdü. Bu tutalım bir dənə bitkinin hüceyrəsidir belə, bölünüblər, gəlib bu mərhələyə. Bax bölünmə telefazada olanda birbaşa ortadan belə iki yerə bölünür. Niyə belə baş verir? Heyvan hüceyrəsi bilirsiniz ki, xarici qatımız glikogendir. Ona görə bizim hüceyrəmiz buğumlana bilir və yaxud da heyvan hüceyrəsi olsun, buğumlana bilir, ortadan bölünə bilir bu formada, yığılır, elə bir sonra kəsilir. Amma bitkilərdə hüceyrə divarı var deyə o sərtdir, o belə buğumlana bilmir. Ona görə məcburdur ki, telofaza mərhələsində özdə Holgi kompleksinin hesabına, yəni Holgi yaranır, Holgi tutalım ortada yaranır, başlayır buradan kənarlara doğru uzanır, kənarlara doğru uzanan kimi hüceyrəni tən ortadan bölür iki yerə. Bu da olur bitkilərdə demək bölünmə. Dedik ki, heyvanlarda anafazadan, bitkilərdə isə bölünmə telofaza mərhələsində başlamış olur. Mitoz bölünmənin əhəmiyyəti nə idi? Mitoz bölünmənin əsas əhəmiyyəti o idi ki, irsi material qız hüceyrələr arasında bərabər sayda bölünürdü. Görürsüz? Bərabər sayda 2-in 2-si. Bu birisində də eynən 2-in 2-si. Və sonda deməli bir ana hüceyrədən 2 dənə qız hüceyrə yaranır. Və xromosom sayı anada 2N idisə, yaranan 2 dənə bu qız hüceyrədə yenə də 2N, 2N olur. Yəni, xromosom sayı dəyişmədən bərabər sayda bölünür. Mitoz bölünmə ola bilər ki, hüceyrənin tipindən asılı idi. Məsələn, bəzi hüceyrə var idi ki, bir neçə dəqiqə çəkirdi. Eləsi var idi ki, bir neçə saata qədər davam eləyə bilirdi. Əsas da nəticəmiz o idi ki, xromosom yığımı sonrakı nəsillərdə də yenə sabit formada qalırdı. Yəni, dəyişmədən özündən sonrakı nəslə verilirdi.